Vaxtınız xeyir olsun dostlar. Çox önəmli bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Son günlər bütün sosial media platformalarında bəzi reklamların şahidinə çevrilirik. Xüsusilə bildirilir ki, sizin bank keçmişiniz önəmsənmədən, çalışdığınız yer olmadan və hər hansısa bir sənədlər tələb olunmadan sizə yüksək məbləğli kreditlər təklif olunur. Və qeyd etmək istəyirəm ki, xüsusilə də elə məhz bu sosial media platformasında artıq demək olar ki, 7-dən 77-yə şahidinə çevrilirik ki, insanlar var. Və bu kütlənin, bu reklamların əsas hədəfində kimlərdir? Diqqət yetirsəz görərsiniz ki, daha çox sosial media platforma alətlərindən istifadə bacarığı olmayan insanlar. Yəni buradan söhbət xüsusilə yaşlı insanlardan gedir ki, onlardan PIN kod tələb olunur və digər informasiyalar. Dalınca isə belə bir bildiriş gəlir ki, sizin üçün müəyyən bir məbləğ ayrıldı. Yəni siz istədiyiniz məbləğ və bunun üçün sizdən ilk növbədə tələb eləyirlər ilkin ödəniş və həmin hesaba ödəniş edəcəyiniz təqdirdə kreditin dərhal hesabınıza köçürüləcəyini vəd edirlər. Tam əminliklə arxayın ola bilərsiniz ki, bu sözün həqiqi mənasında kiberdələduzluqdur. İnsanlar aldadılır. Belə halların qurbanına çevrilməyin və qeyd etmək istəyirəm ki, xüsusilə əgər bacarırsınızsa, bu cür reklamları ifşa edin, şikayət bildirin və dərhal sosial media platformaları tərəfindən də müəyyən tədbirlər görüləcəkdir. Yox, bu alətlərdən istifadə bacarığınız yoxdursa, sadəcə olaraq ehtiyatlı olun və belə tələlərə düşməyin.